Quran-ı Kərimə biz baxanda görürük ki, bəzən peyğəmbərlərdən gəlirlər, qeyri-adi işlər istəyirlər. Bu nəyi göstərir? Göstərir ki, Allahdan başqasından istəmək olar, orada işin adi və yaxud da qeyri-adi olması heç fərq eləməz. Əgər qeyri-adi işi başqasından istəmək şirkdirsə, nəuzubillah, birinci şirki elə Həzrət Süleyman Peyğəmbər edir. Yəni, Süleyman Peyğəmbər Peyğəmbərdir, qeyri-adi iş istəyir məclis əhlindən. Bir kim mənə Bülqeysin taxtı tacını gətirə bilər, özü də məclis dağılana qədər yox, o gecdir, daha tez olsun. Yəni, işin adi və yaxud da qeyri-adiliyi məsələyə dəxli yoxdur, onu qoy bırak. Elə ki, görürlər, sən Qurandan ayə gətirdin ki, işi bölmək olmaz, yəni baxır nə istəyirsən, belə bir söhbət yoxdur. Biz də əgər çağırırıqsa, ya Əba Əbdillahil Hüseyn, mənə kömək ol, mənə şəfa ver, diridən istədir, yoxsa ölüdən istədir. Desən, ölüdən istədir, Quran ayəsinə zidd etmirsən. Desən, diridən istəmirsən, bəli, elə sən də qəbul edirsən ki, diridən istəmək olar. Pəs istəməkdə istədiyin şəxsin ölü, diri fərqi yoxdur. Bəzi dünyadan gedənlər var ki, onlar diridir. İstədiyin şeyin də fərqi yoxdur. Adi ola, qeyri-adi ola. Bəs Allahdan qeyrisindən istəmək hansı şərtlə caizdir? Bir dənə şərti var. O 2 dənə şərt ki, onlar çıxartıblar. Bilmirəm, hardan çıxartıblar, hansı kitabı oxuyub çıxartıblar o 2 dənə şərti, heç özləri də bilmirlər. Amma Quran məntiqində, hədisdə, İslamda bir dənə şərt var. İstədiyin şəxsə baxışın necədir? Əgər onu müstəqil güc sahibi bilib istəyirsənsə, Tanrı bilib istəyirsənsə, su da istəsin haramdır, şirkdir. Əgər yox, Tanrı bilmirsən, vasitəçi bilirsən, eybi yox. Həzrəti Süleyman Bülqeysin taxtı tacını gətirmək ki, qeyri-adi işli bir göz qırpımında onu istədi. Düzdür, sən qeyri-adi şeyi də istəyə bilərsən. Yəni, ya Əba Əbdillahil Hüseyn, mənə şəfa ver. Soruşurlar, ha, istəmək olar, olmaz. Sən İmam Hüseyn ağadan bunu istəyəndə fikrin nədir İmam Hüseyn ağaya qarşı? Allahdan istəyib sənə verəcək, yoxsa özü yolar, özü bir ayrıca müstəqil güc sahibidir, özü bir Rəbbidir, Tanrıdır, nəuzubillah verəcək. O, nə cür istəyirsən sən ondan? Bax, o nə cür istəmək şərtdir, necə istəmək şərtdir, nə istəmək şərtdir. Nə istəsin istəyə bilərsən. Adi şeydən tutdu, üzü qeyri-adi şeylərə qədər. Nə istəsin istəyə bilərsən, istər ölü olsun, istər diri olsun.